Mədinə-i Münəvvərəyə etdiyim səfərlərin birində bir nəfər qarşıma çıxdı. Onun saqqal və surətindən ya din polisi, ya da ki, əhlüsünnə məzhəbi tələbəsi olduğu hiss olunurdu. O yanıma gəlib dedi, olar sənə bir sual verim? Dedim, buyur. Dedi, nə üçün Peyğəmbər sallallahu aleyhi və aleyh səhabələrin ardınca getməyə əmr etdiyi halda siz onun sözünə xilaf çıxırsınız? Axı bu necə ola bilər? Buna bir cavab ver. Ona dedim, Peyğəmbər sallallahu aleyhi və aleyh səhabələrin ardınca getməyə əmr etməmişdir. Bu doğru deyil. Əgər sənin iddian doğrudursa, mənə bu barədə bir hədis gətir. Təkcə bir səhih, doğru hədis. Öz kitablarınızdan, hansı ki alimləriniz onu səhih hesab etmişdir. Alimlərinizin hər hansı birindən, yəni hədis alimlərindən, hansı ki bu növdə olan hansısa bir hədisi səhih hesab etmişdir. O hədis ki, səhabələrin ardınca getməyə əmr edir. Mən də sənə elə indi söz verirəm ki, öz məzhəbimi buraxıb sənin məzhəbinə keçəcəm. Dedi, yaxşı, tamam, inşallah gətirəcəm. Dedim, məyər sən demədin ki, Peyğəmbər səhabələrin ardınca getməyə əmr etmişdir? Dedi, bəli. Dedim, bəs hansı hədisdə əmr edib? Hədisi gətir. Dedi, sonra gətirəcəm. Dedim, belə hədis heç yoxdur da. Bax, mən burada, Mədinədə bir neçə gün qalacam. Məni Peyğəmbər məscidində işa namazından sonra görə bilərsən. Sənə də bir həftə vaxt verirəm. Birdən olsa belə hədis gətir. Dedi, mütləq gətirəcəm. Dedim, sən mənə sual verdiyin kimi, mən də sənə sual verə bilərəmmi? Dedi, əlbəttə, buyur. Dedim, Peyğəmbər sallallahu aleyhi və aleyh əhl-i beytin ardınca getməyi, əhl-i beytdən yapışmağı əmr edib. Necə ki, Quran-ı Kərimdən yapışmağı əmr etmişdir. Bəs siz nə üçün Peyğəmbərin bu sözünə xilaf çıxdınız və əhl-i beytdən başqalarından yapışdınız? Dedi, deyəsən sən Səqələyn hədisini nəzərdə tutursan. Dedim, bəli, Səqələyn hədisini nəzərdə tuturam. Bildiyiniz kimi Səqələyn hədisi Peyğəmbərin sallallahu aleyhi və aleyh buyurduğu bu kəlamıdır. Həqiqətən də sizin aranızda iki ağır əmanət buraxıb gedirəm və ya sizin aranızda iki ağır əmanət qoyub gedirəm. Allahın kitabı və itirətim olan əhl-i beytim. Əgər o ikisindən möhkəm yapışsaz, məndən sonra heç zaman azmayacaqsınız. Çünki o ikisi hovuzun yanında mənə qovuşana qədər heç zaman bir-birindən ayrılmayacaq. Odur ki, o ikisi ilə necə davranacağınıza diqqət edin. Bu əmr Allah Rasulü sallallahu aleyhi və aleyh tərəfindən gələn açıq-aydın əmr və səhih hədisdir. Dedi, yox, bu hədis zəifdir, Albani bunu zəif bilmişdir. Dedim, dediklərinə ehtiram əlaməti olaraq deyim ki, Albani bunu zəif bilməmişdir. Əksinə, Albani bunu səhih bilmişdir. Bunu Silsilətü Əhədis Səhiyyə kitabında da qeyd etmişdir. Ha belə demişdir ki, bunu bundan əvvəlki kitabımda da səhih bilmişəm. O da Albaninin Səhih Cami-ül Səğir kitabıdır. Belə ki, o bir dəfə Küveytə dəvət edilmişdi. O da Küveyt Universitetinə getmişdi. Deyir ki, tələbələr ona etiraz etmiş və bu hədisi nə üçün səhih bilmirsən demişlər. Deyir, mən də dedim ki, bu hədisi yenə də müraciət edərəm. Çünki bunu uzun illər əvvəl səhih bilmişəm. Buna yenidən diqqət yetirərəm. Baxaram görüm səhihdir yoxsa yox. Albani deyir, beləliklə də bu hədisə yenidən diqqət yetirdim və onun səhih olduğunu gördüm. Deməli, Albani bunu Səhih Cami-ül Səğir kitabında səhih bilib. Daha sonra hədisə yenidən müraciət etmiş və nəticədə Silsilətü Əhədis Səhiyyə kitabında da səhih bilmişdir. Həmin şəxs dedi, Albaninin sözünü götürmək olmaz. Dedim, maşallah, Albani Səqələyn hədisini zəif bildikdə onun sözünü götürürsən, səhih bildikdə isə sözünü götürmürsən? Dedi, bəli, onun sözü götürülmür. Dedim, lakin bu hədisi Hakim Nişapuri Müstədrək kitabında da nəql etmişdir. Dedi, xeyr, o da nəyi gəldi səhih bilir. Dedim, bəs Zəhəbi haqda nə deyirsən? İbn Teymiyyənin şagirdi olub, hansı ki səhih məsələsində daha ciddidir. O da bu hədisi Müstədrək kitabına yazdığı haşiyəsində səhih bilmişdir. O nə dedi? Heç nə, sustu və mat qaldı. Dedim, bəs İbn Həcər Əl-Əsqalani haqqında nə deyirsən? Hansı ki onu hədis elmində möminlərin əmiri adlandırırsınız. O da bu hədisi Əl-Mətalib Əl-Aliyə kitabında səhih bilmişdir. Həmçinin səhih məsələsində daha ciddi olan İbn Kəsir Dəməşqi haqqında nə deyirsən?
O da bu hədisi öz təfsirində səhih bilmişdir. وغيرهم كثير Bununla yanaşı ondan başqa çoxlu sayda alimlər də bu hədisi səhih bilmişlər. Bəs nə üçün siz Peyğəmbərin sallallahu aleyhi və alih bu səhih hədisdəki sözünə əməl etmirsiniz? Hansı ki, müxtəlif yollarla nəql edilmişdir və səhihdir. Sizin hədis hafizləriniz də bunu səhih bilmişlər. Buna cavab yoxdur və cavab verə də bilməzsiniz.